Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Bugün yerli vaxtla səhər saat 6:30-da Şərqi Azərbaycan əyalətinin Şəbistər rayonunun Çəhrəqan bölgəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Bu haqda əyalətin təcili yardım mərkəzi məlumat yayıb. Məlumata görə şəhərlər arası sərnişin avtobusunun aşması nəticəsində 29 nəfər yaralanıb. Onlar Şəbistərin Fatimiyyə xəstəxanasına köçürülüblər. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Tehranın Evin həbsxanasında saxlanan milli fəallar Abbas Lisani və Yusif Kari iyunun 28-dən acılıq eyləminə başlayıblar. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Bu, onların saxlanıldıqları kameralardan ayrı-ayrılıqda ağır cinayətlər törətmiş məhbusların kameralarına köçürmələrindən sonra baş verib. Onlar həbsxana rəhbərliyinin məhbusların ittihamlarına görə təsnif adlandırma prinsipinə riayət etməməkdə günahlandırılıblar. Milli məhbuslar həbsxana rəhbərliyinin bu hərəkətini təhlükəsizlik qüvvələrinin sifarişi əsasında və özlərinə qarşı təzyiq və əlavə cəza vasitəsi olduğunu bildiriblər. Qeyd edək ki, Abbas Lisani, Əli Xeyrucu, Behzad Dəşti və Yusif Kari 2025-ci ilin noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq eyləmi keçirən Azərbaycanlı məhbus fəallara dəstək üçün oturaq eyləm keçirdikləri vaxt həbs ediliblər. Cari ilin aprel, may və iyun aylarında İran həbsxanalarında 232 məhbus edam edilib. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə ən çox edam sayı iyun ayına təsadüf edir və bu ay ərzində 136 nəfər dar ağacından asılıb. Bu rəqəm aprel ayı göstəricisindən 6 dəfədən, may ayı göstəricisindən isə təxminən 2 dəfədən çoxdur. Edam edilənlər arasında siyasi və bir neçə məhbus və yanvar etirazlarına görə saxlanılanların da adı var. Xəbərlərimiz davam edir. Sistan və Bəlucistan əyalətinin Sərəvan şəhərində polis əməkdaşı öldürülüb. Bu haqda yerli media məlumat yayıb. Məlumata görə naməlum silahlı şəxslər yanacaq doldurma məntəqəsində Əmir Hüseyn Ərbabi adlı polis əməkdaşının avtomobilinə atəş açıblar. Nəticədə polis həlak olub, həyat yoldaşı isə yaralanıb. Silahlı hücumçuların hadisə yerindən qaçdığı və saxlanılmaları üçün əməliyyat başladığı bildirilib. Sepaha bağlı Təsnim xəbər agentliyi hücumun ABŞ və İsrailə bağlı qruplaşma üzvləri tərəfindən həyata keçirilən terror hadisəsi adlandırsa da, hələlik hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib. Sepahın hərbi dəniz qüvvələrinin siyasi müavini Məhəmməd Əkbərzadə avtomobil qəzası nəticəsində həlak olub. Məlumata görə Əkbərzadənin avtomobili Yezd-Kirman magistral yolunda aşıb. O, ağır yaralı vəziyyətdə tibb müəssisəsinə çatdırılsa da aldığı xəsarətlərdən həyatını itirib. Avtomobilin aşmasının səbəbi barədə hələlik məlumat verilməyib, lakin Sepaha bağlı Fars xəbər agentliyi bildirib ki, hadisənin səbəbləri aidiyyatı qurumlar tərəfindən araşdırılır. Qeyd edək ki, bundan əvvəl Sepahın hərbi dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri də bu ilin aprel ayında İsrail və ABŞ-nin İran İslam Respublikasına qarşı birgə hərbi əməliyyatı zamanı Bəndər-Abbasda Sepah mövqelərinə endirilən zərbə nəticəsində həlak olmuşdu. İranın qərbində yerləşən Kirmanşah əyalətinin Payvər rayonunda baş verən silahlı hücum nəticəsində Sepahın 2 üzvü həlak olub, daha 2 nəfər isə yaralanıb. Bu barədə əyalətin Sepahın İctimaiyyətlə Əlaqələr İdarəsi çərşənbə axşamı məlumat yayıb. Sepah hadisəni terror hücumu kimi qiymətləndirib və bildirib ki, atışma bazar ertəsi axşam saatlarında yaşayış evinin qarşısında baş verib. Qurum əlavə edib ki, hadisənin təfərrüatları araşdırılır və hücumu həyata keçirən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür. Sepahın quru qoşunları çərşənbə axşamı bildirib ki, ölkənin şimal-qərbində Mahabad və Piranşəhər arasındakı dağlıq ərazidə baş verən toqquşma zamanı 6 nəfərlik silahlı qrup zərərsizləşdirilib. Sepahın Həmzə Seyidüş Şühada qərargahının yaydığı bəyanatda bildirilib ki, qrup sərhəd bölgəsinə təxribat və terror əməliyyatları həyata keçirmək məqsədi ilə daxil olub. Sepah toqquşmadan sonra 4 nəfərin cəsədinin, həmçinin silah və hərbi ləvazimatların aşkar edildiyini, əməliyyat zamanı isə atəş dəstəyindən istifadə olunduğunu açıqlayıb. Davam edirik. İran prezidenti Məsud Pezeşkiyan bildirib ki, Vaşinqton öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə Tehranda ABŞ ilə imzalanmış anlaşma memorandumuna əməl edəcək.
Anlaşma qarşılıqlı məsələdir. Əgər Amerika tərəfi memoranduma əməl edərsə, biz də öz öhdəliklərimizi yerinə yetirəcəyik deyə Pezeşkiyan X sosial şəbəkəsində yazıb. O əlavə edib ki, İran əsassız təhdidlərə və məntiqsiz bəyanatlara cavab olaraq qərar qəbulunda ağıl və insan ləyaqətinə, zərurət yarandıqda isə qətiyyətli və qorxmaz addımlara arxalanır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bazar ertəsi günü ABŞ ilə Dohada hər hansı danışıqların aparılacağını rədd edib və bildirib ki, qarşıdakı günlərdə heç bir danışıqlar olmayacaq. Bu açıqlama ABŞ prezidenti Donald Trumpın İranın Qətərdə çərşənbə axşamı günü danışıqlar aparmaq üçün müraciət etdiyini açıqlamasından və Ağ Ev sözçüsünün Steve Witkoff və Jared Kushnerin ABŞ nümayəndələri kimi Qətərə gedəcəyini bildirməsindən sonra verilib. Bəqai bu barədə deyib, yaxın günlərdə heç bir səviyyədə ABŞ tərəfi ilə danışıqlar görüşümüz yoxdur və Amerikanın nümayəndələrinin Qətərə səfəri İran nümayəndə heyətinin anlaşma memorandumunun, o cümlədən 11-ci bəndin icrasını izləmək məqsədi ilə etdiyi səfərlə əlaqəli deyil. O əlavə edib ki, İranın ekspert heyəti bu həftə İranın ABŞ ilə imzaladığı anlaşma memorandumunun 11-ci bəndinə əsasən dondurulmuş vəsaitlərin azad olunmasını izləmək üçün Qətərə gedəcək. Tehran Bələdiyyəsinə məxsus Həmşəhri qəzeti çərşənbə axşamı çıxan nömrəsinin ilk səhifəsində ABŞ prezidenti Donald Trumpı snayper nişangahında təsvir edib. Şəklin üzərində isə qisas qaçılmazdı başlığı yer alıb. Qəzet bu mesajı İranın ali rəhbəri Müştəba Xamneyə aid edərək müharibə cinayətkarları cəzalandırılmalıdır alt başlığını da dərc edib. Nəşrdə həmçinin ABŞ və İsrailin birgə hərbi əməliyyatı zamanı İran rəhbərliyinin nümayəndələrinin öldürülməsinə cavab olaraq qisas çağırışları edən bir sıra yüksək rütbəli din xadimlərinin açıqlamalarına yer verilib. Həmşəhri İranın ən yüksək tirajlı gündəlik qəzetlərindən biridir və Tehran Bələdiyyəsi tərəfindən maliyyələşdirilir. ABŞ prezidenti Donald Trump təsdiqləyib ki, Amerika nümayəndə heyəti İranla münaqişənin nizamlanması üzrə danışıqlar üçün Dohaya yola düşür. O bu barədə Ağ Evdə jurnalistlərə bildirib. Onlar Qətərə gedirlər. Düşünürəm ki, artıq yola düşüblər və ya tezliklə yola düşəcəklər deyə Trump qeyd edib. O həmçinin bildirib ki, Qətərin paytaxtında ABŞ və İran memorandumunun icrası məsələlərinə dair keçiriləcək məsləhətləşmələr vacib ola bilər. Dohadakı görüş vacib ola da bilər, olmaya da. Görəcəyik, amma biz hərbi baxımdan qalib gəlirik. Bəlkə də artıq qalib gəlmişik deyə Amerika lideri bildirib. Hörmüz boğazından keçən gəmilərdən rüsum almaq niyyətimiz yoxdur. Oman Xarici İşlər Naziri bildirib ki, ölkəsi Hörmüz boğazından keçən gəmilərdən yalnız bu marşrutdan istifadə etdiklərinə görə rüsum almaq niyyətində deyil. Bədir Əl-Buseydi bazar ertəsi deyib, Oman Hörmüz boğazından keçən gəmilərə heç bir keçid rüsumu tətbiq etmək istəmir və belə bir bazarına və dünya ticarətinə təsir göstərə bilər. Bağdad İranın terrorçu qüvvələrinə xəbərdarlıq edib. Silahları təhvil verin. İraq hökuməti İrana bağlı silahlı qruplara silahlarını təhvil vermələri üçün 30 sentyabr 2026-cı il tarixinədək vaxt verib. İraq hökumətinin sözçüsü Heydər Əbudi bildirib, bütün silahlı qruplara bu müddət barədə məlumat verilib. Bu müddət 30 sentyabr 2026-cı ildə Beynəlxalq Anti-Daş Koalisiyasının missiyasının başa çatması ilə eyni vaxtda sona çatacaq. O xəbərdarlıq edib ki, bu müddətdən sonra dövlət nəzarətindən kənarda olan silahlar qanunsuz hesab ediləcək və ölkə qanunlarına uyğun şəkildə onlarla bağlı tədbir görüləcək. Bu qərar İraqın yeni hökumətinin silah üzərində dövlət inhisarını təmin etmək və İrana yaxın silahlı qrupları tərk silah etmək vədləri fonunda açıqlanıb. Həşd şəbi daxilində olan Kətayb Hizbullah, Nücəba və Əsaib Əhl Əl-Həq kimi bəzi qruplar indiyənədək silahlarını təhvil verməkdən imtina ediblər. Digər tərəfdən Səraya Əs-Salam kimi bəzi qruplar silahlarını İraq ordusuna təhvil veriblər. İsrail ordusuna İrana qarşı müstəqil hücum planı hazırlamaq tapşırılıb. Bunu İsrailin Müdafiə naziri İsrail Katz deyib. O xəbərdarlıq edib ki, əgər İran İsrail ərazisinə raket atarsa, İsrail günü sabah Tehranla müharibəyə başlaya bilər. Əgər İran İsrailə raket atsa, İsrail bütün gücü ilə İrana zərbə endirəcək deyə Katz hərbi və diplomatik jurnalistlərə bildirib. İranın İsrailə atəş açacağı heç bir vəziyyəti qəbul etməyəcək. Bu, Amerikalılara da açıq şəkildə çatdırılıb. İsrail müdafiə qüvvələri buna hazır vəziyyətdə gözləyir. Hədəflər müəyyən edilib. Katz əlavə edib. İDF göstərişim İranda yalnız İsrail tərəfindən həyata keçiriləcək müstəqil
əməliyyatlara hazırlaşmaqdır. O bildirib ki, İsrail ABŞ prezidenti Donald Trumpın İranla bağlı diplomatik səylərinə mane olmaq istəmir. Bununla belə vurğulayıb. Özümüzü müdafiə etməyə gəldikdə isə nə Livanda, nə də İranda heç bir güzəşt ola bilməz. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.